Hər vaxtınız xeyir. Bugünkü dərsimiz deməli belə bir məntiqin hesablanmasıdır. Burada bizə də verir 3, 3 bucaq 1. Deməli 3, 3 bucaq 1-dir. Burada da A 3 bucaq B verib. Yəni birinci ədədlə ikinci ədədin arasındakı əlaqə bundan ibarətdir. Ona görə də yazıram ki, burada 3, 3 bucaq B bərabərdir. Deməli 3-ü vurmalıyam A-ya, yəni 3-ə. 3 vurulsun 3, çıxılsın 4-ü də vurmalıyam 1-ə. Bu eləyir 9 çıxılsın 4 bərabərdir 5. Deməli, birinci mötərizənin cavabını tapdım. İkincidə ortasında romb olduğuna görə bu ortasında romb olanlarla hesablamalıyam. Yəni 5, burada da var rombumuz, 2 bərabərdir. Deməli, baxın, 2-ni vurub A-ya, 3-ü də vurub B-yə. A-nın yerində 5 durur, B-nin yerində 2 durur. Deməli, 2 vur 5, üstəgəl 3 vur 2. Bu da eləyir 16. Birinci ifadənin qiyməti ilə də ikinci ifadənin qiyməti ilə hesaplamaq lazım, toplamaq lazım. 5-in üstünə də 16 gələndə eləyir 21. Deməli, doğru cavab olur D variantı.